Uğurlu olsun, yaşayırsınız. Nələrsə qalırsınız bir çempionat olsun inşallah. Əsas dostluq qazansın. Bizdə hər zaman olduğu kimi bu gün də şəhid komandasının açılış oyunu verdik. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni onlar olmasaydı biz bu gün burada belə deyək, futbol oynamazdıq, ayaq üstə qala bilməzdik. Onların canlarının, qanlarının bahasına həm torpaqlarımızı aldıq, həm də bu gün biz burada ayaq üstəliyik. Allah qazilərimizə can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Şəhid Murad Musayev komandasının kapitanı nəsə söz demək istəyirsə? Azərbaycan himni səslənəcək. Daha sonra bir dəqiqə sükut verəcək şəhidlərimizin xatirəsinə. Daha sonra inşallah oyuna başlayacaq. Allah rəhmət eləsin. Bir an üzr istəyirəm, bir an... Salamlayıram sizlərə, məşqçiniz Heydər Hüseynli Həvəskar Futbol Liqasında ilk tur açılış günü və açılış maçındayıq. Şəhid Murad Musayev və Bakılı komandaları qarşılaşacaq. Son hazırlıq işləri görülür. Biraz sonra maç start götürəcək. Və belə oyunun hakimi Fəqan Kərimovun start fiti səsləndirildi. Bu uğurlar hər iki komandaya bol qollu, akil ədalətli, gözəl bir maç diləyilə. Ənəf olaraq heyətlərlə sizlərə tanış edəcəyik. Şəhid Murad Musayev komandasının heyətləri belədir. Qapıda bir Məhəmməd, kapitan Samir Xəlilov, 8 Elşad,
9 Məhəmməd, 10 Anar, 55 Vladimir, 12 Mahir, 2 Behbud, 7 Elvin, 3 Tural, 11 Rasim. Başarılı komandasını isə heyətləri belədir. Qapıda bir Füsal, kapitan Ramil, 7 Elmir, 14 Cavid, 8 Ramin, 9 Raul, 66 Rüstəm, 11 Həsən, 30 Ramil, Şamil və Hüseyin. Ənənəvi olaraq meydanda mübarizə aparır. Ağlı formada Şəhid Murad Musayev komandası, Cəhraylı qaralı formada isə başlı komandası. Bu arada başlılardan hücum həmləsi izlədik. Bir dəqiq zərbə olur Raul tərəfindən. Rasim topladı. Qapıya doğru zərbə indirdi. Top çərçivədən yan keçir. Bəli. Elmirdən başla zərbə. Dirəkdən qaydan top, hücum davam edir. Ramindən də zərbə qapının üzərinə keçir. Rasimdən tək toxunuşdu ötürmə. Cavidin ötürməsi Elmirə dəqiq qalında. Şamil atdı önünə, qüvvətli zərbə. Qeyri-dəqiq qalında. Mərkəz doğru ötürmə gəldi. Rasim 2 nəfərin atəsindən sıyıla bilmədi. Qayda fonsu qeyd alınır. Zərmə zərbəsi yerinə yetirildi artıq. Raul. Ötürmə qarşılandı. Yenidən Raul. Elmir. Daha bir zərbə gəldi Anar tərəfindən, yaxın küz bağlıydı qapısı. Hakim oyunu saxlayıb zərbəsi təyin oldu. Küz zərbəsi yerinə yetirildi. Rasimdən zərbə gəlir. Uğursuz cəhət. Xeyr, daha bir korner. Birbaşa kün zərbəsindən indirmişdi. Zərbəni dirək mane oldu qola. Alt. Raul. Oyunculuğu biz digər liqalardan da bir neçə dəfə qarşılaşmışıq. Texnikası ilə tanınan oyunculardandır Raul. Sonra başlarının qapısı solsuna ötürmə etdi. Rasim. Üçüncü edilmiş zərbə arxa dirəkdən qayıdır. Gelir qeyri dəqiq qalınlar. Məhəmmədin indirdiyi zərbə. Raul'dan Diagon'un oturmayın bir istikametine dəqiq alınlar. Şans vermədilər ama qarşısını aldılar. İşte qayda pozulub. Şimdi saxladı oyunu. Fəqən Kərimov sarı verəgə ilə cəzalandırılır. Şəhid Murad Musayevin 58 nömrəsi. Şarə gəldi. Ev tapşırığı ilə top oyuna daxil olundu, lakin Elmir'in zərbəsi çərçivə üzərindən keçir. Növbəti zərbə bu dəfə Şamildən qeyri dəqiq zərbə izlədik.
Saat yerinə yetirir. Telefon ötürməklə istiqamətində ünvanına çatmır Cavidin bu ötürməsi. Daha bir uzun ötürmək gəlir, Cavid qarşıladı. Şamil zərbə mövqi axtarı, qüvvətli zərbə edirlər, toxluş var. Toxluş var qalkiper Məhəmməddən. İndi isə Ekşi Məmləsi Şəhid Murad Musayev komandasına gələcək. Hücumun zona dəyişir Rasim. Kesti bir reyini. Saxladı hakim. Bilirəm. Elvir. Raul ile oynadı. Raul zərbə mövqi axtarır. Blok qoydular zərbəsinə. Korner. David ötürmək gəlir. Rasim başla uzaqlaşdırdı. Elvir. Yanında sağa sola baxdı. Boşluq axtardı ötürmək etmək üçün. Yanında onun yoldaşı oynadı. Müdafiə arxasına planlaşdırılmış ötürmə. Olsuz da onlardan. Cavid paralel ötürmə. Elmirdən təşkil atmışdı geriyə doğru. Şamil. Yenidən Cavid oynadı. Cavidin ötürməsi Elmir. Top ayağına istədiyi kimi oturmur. Olsuz cəhd. Şat. Rasim'in zərbəsi bloklanır. Altla Vladimir top oyuna daxil edir. Raul. Ramin topladı. Yeniden kapısıyla oynadı. Üsal. Solza. Cavid. Çıktılar müdafiədən başladılar. Altla devam edecek onlar hücumu. Elmir. Elmir. Yaxın güc edilmiş zərbə. Dəf olunur. Daha bir zərbə indirildi. Blok gəldi bu dəfə. Asılış maçında elə ki, qolsuz bərabərlik davam edir. Murad Musayev və Bakçı komandalarının mübarizəsində. Əskər Liqadan iş türünə asılış maçı. Futbolun bəzəyi olan qol və ya qollar olmadan bəzəyisiz keçir. Vladimir. Mərkəzdə oynadı. Rasim. Fırlandı. Raul imkan vermədi ona. Alınmadı reydi. İsə out qazanır başladılar. Yox, xeyr, son toxluş Ramin'dən də Hakimin qərarı bu yöndədir. Vladimir sağ sınaqla oynadı. Elfi. Raul. Elvir də oynadı. Elvirdən bir pauza. Eşat. Kalçeper ile oynuyor. Merkez doğru Vladimir. Elfi. Rasim.
Hesabı açılmazsa 1-0 və həvəskar liqanın ilk qolunun müəllifi Şəhid Murad Musayev komandasının 11 nömrəsi Rasim olur. Hakim var, oyna. Bir. Aşağılarda hücum emlesi. Geriye doğru ötürülükti. Ve kaçtı. Soyala Mehmet. Səhv bildirdi. Bu arada Raul kaçırdı bu fürsət əldən. Yaxşı əlverişli bir fürsət düşmüşdü. Yaralana bilmədi. Türmə Cavit tərəfinə qarşılanır. Elmir zərbi mövqeyi axtardı, amma vermədilər ona. Rasim sol tərəfindən bağlıydı. Zaten arkasına planlaşmış götürmez Zafir. Ram edə bilmir topa. Rasim topa. İşte yeganə qol müəllifi. Samir. Ram edə bilmədi. Top meydanda saxlaya bilmədi. Birinci kapı teması kapı. Elmir ötürməsi Raul. Təzyiq var Vladimir'dən ona. Geriyə çəkildi. Şamil də oynuyor. Elmir. Bir daha Şamil. Elmir çəkdi sol ayağına. Zərbə mövqeyi axtardı. İndirdi zərbəsini. Məhəmməd ikinci cəhdində topu tutdu. Samir Xellov. Məhəmməd. Elidən Samir. Mərkəz istiqamətini ötürmək yerdə idi. Məhəmməd. Beyaz. Rasim. Şamil. Blokladı o zərbəsini. Zafir. Elmir. Elmir'də qüvvətli zərbə. Məhəmməd artıq bir neçə dəfə komandasına qol vəziyyətlərinə xilas edib. Cavid. Diagonal ötürməsi arasına Sabir Xellov uzaqlaşdırır. Out. 9'dan getir abi. Bizdeki olanda timeout götüreceğiz. Bunu yolda şarkı. Ötürmə yaxşı olmadı onun üçün. Sol sanatı yaxın ötürmə. Cavid, Ramil oynadı. Baxdı zərbə meydasasına. Yeniden Cavid ötürmə gəldi. Zərbə indirir, blok qoydu. Hücum əmrəsi idi. Şəhid Murad Musayev komandasından Samir'dən zərbə qeyirdə idi. Geçen.
Ramil zərbəsi. Geridəyik, bir qədər də time-out'a ayrılır. Time-out yekunlaşdı, yenidən oyuna davam. Sami Xellov. Sağ sınavətəməyəzi Məhəmməd atdı önünə. Bir poz elədi. Rasim. Rasim dirəkdə qaydır topla. Sərbəyə çəsimədən yan keçir. Hətta auta yollandı zənnimcə. Elmirdən tək topu ötürmə Cavidə, lakin meydanda saxlaya bilmədi topu Cavid. Bir gəldi Samirdən. Elşad zərbəsi qapı üzərindən keçdi. Raul. Ramil və qapısı Məhəmməddə top meydan tərk edir. Küncdən zərbə. Davi korner. Sürməyə qarşılandı, uzaqlaşdırıldı top. Raul. Raul. Meydan tərk edir. Qaptan zərbə. Elşad. Elşaddan Cəqalan ola ötürməyə gəlir. Aslında müdafiə arxasına düşünülmüş bir ötürməydi. Uğursuz çəkdi. Elmir. Elmir və gol! Elmir tarazlığı bəlx edir. Başlıların 7 nömrəsi nəhayət ki, dəfələrlə sınadı, yoxladı, sol ayağına çəkib fərqləməyə çalışırdı. Amma bu dəfə qarşısı ala bilmədi nə, qapı dirəyinə də. Golkiper Məhəmməd. Şat. Geriyə doğru ötürmə Məhəmməd. Məhəmməddən sağsına ötürmə. Zahid. Şami. Musalla oynuyor. Raul. Müdafiədən çıxmağa çalışırlar. Çıxdı başınlar indi müdafiədən. Elmir yenidən topla. Sol zona ötürmə. Cafiq. Elmir uzaq 9 oldu. Düşünmüşdü amma Məhəmməd. Diqqətli də qapısında. Dəf olunur zərbəsi. Raul. Elmir. Keçişdirdi bir divar pası olsaydı daha uğurlu olardı zəlimcə. Bəlliyotan sağsına Elşad. Yine Samir'i düşürdü ve Samir'in zərbesi qapının üzerinden keçir. Şamil topladı. Raul. Raul'u boşluq axtarı ötürmə etmək üçün çəkdi sol ayaqla. Cınaq dəyişir. Cavid. Yaxın küncəyə bir sərbə. Məhəmməd qapısında diqqətlidir. Elmirdən bir başa sərbə gəldi. Top çəsindən üzərindən keçir.
Rasim. Üstünlük prinsipinə verir Raşen. Bu əksatdan Cavid. Divar pası yaxşı alındı. Elmirlə. İntə Elmir topladı. Elmir zərbə mövqeyə blok qoydu Məhəmməd. Eksunəməsi gələ bilər. İndi Asim son atan sürətləndi. Bir çətin vəziyyətdə idi. Pauz etməyə məsul idi. Paralel ötürməyə şat. Arpası Elfinlə. Yaxşılandı top. Out. Məhəmməd topladı. Caviddən təzyiq var ona qarşı. Elfin. Daha doğrusu Elfin deyildi o. Onun canlarıydı. Ramil. Tehlikeli zərbə. Bax bu üzərindən keçdi. Sev sağsına Elşad. Anar da oynuyor. Anardan top ikisi ama Berar. Başlıların lehinə verilmişdir yani. Raul'dan zərbə və Məhəmməd yerindədir. Elmir. Həqan. Topa buradan vurur, topa vurur. Ben topa vurdum. Yox, səndə işi yox. Bilirsin, uzaqlaşdırın. Elmir. Tamam. Başla. Məhəmməd. Raul'un zərbəsi yaxın göz bağladı. Rakibir Məhəmməd tərəfindən. Elşad. Ramildən təzyiq var. Bir qədər çətin mövqedə 2 nəfərin ötəsindən çıxmağa bacardı. Orada tavan ötürmə gəlir. Rasim. Birinci topu və belə ikisi. Bir-bir bərabərliyə yeşunlaşır. Qısa fasilədən sonra ikincisi də görüşüm ümidi ilə. Hələlik. Bir daha vaxtınız xeyir olsun əziz futbol severlər. Artırmasda ikinci hissə start götürür. Ələskər Futbol Liqasında açılışmasında ilk oyunda Şəhid Murad Musayev və Bakılı komandaların qarşıdurmasında ilk hissəsi 1-1 bərabərliyə yekunlaşdı. Hesabda açan tərəf Şəhid Murad Musayev komandası. Əsir hal-hazırda toplu oyuncusu 11 nömrəsi Rasim tərəfindən açılmışdı. Sonrasında isə Başlıların 7 nömrəsi Elmir tarazlığı bərpa etdi. Rolü Cavid həqiqətən də çox yaxşı düşünmüşdü. Lakin bu fürsəti əldən qaçırır. Raul bir qədər hazır değildi zərbəyə. Zərbəyə top öyrəndə Axlamor Elmir topladı. Elmir Ramil Dəfə olur zərbə. Musab Cavid zərbə qapdı üzərində keçdi. Elşad qapısıyla oynadı. Məhəmməd Məşəz doğru ötürmə qarşılandı. Cavid baxdı qapıya indirir zərbəni. Məhəmməd yaxın üçüncü bağlamışdı. Yaxşı fırlandı Rasim bu ofsatda. Sağ. Rasim yaxın küncə zərbə. Koreyandan silkələnir. Direkt gelir de o yerinde ben o katıyor.
Qarşılanır ötürmə. Ara ötürməsi keçmədi. Şamil. Zavid. Raul. Attı önünə topu. Out. Tübə qarşılanır. Hüsam. Tübə Elşad tərəfindən yenə də qarşılandı. Rasim topladı. Ən geriyə çəkilir. Üstü götürmə. Raul ve gol! Tarazdan pozulur Raul tərəfindən. 2-1. Geri dönüştü bu. Artıq maçda Tarazda pozulur. Geri dönüş etdi. Başlılar. Ötürmə Elmir. Raul. Zavid. Elmirdən gəlişin səhiyyə təhlükəliyə lakin qeyri dəqiq olur. Çalış gol yapıştı. Yukarı tutacak. Xətən Ramil top oyuna daxil etdi və top hərəkətdə. Alt yerinə yetirildiyi üçün rəqibə təhvil verilir. İsə digər komanda top hərəkətdə. Alt yerinə yetirdilər. Elmir. Cavid. Qarşılandı ötürmə. Çıxıb da çıxıb. Elşad. Məhəmmədlə oynadı. Rauldan kobudluq Məhəmmədə qarşı. Zafi. Şifreli oynuyor. Müdafiə arxasına planlaşdırmış ötürmə. Və Vladimirdən top meydan tərk edir. Out. Elmir. Elmir ve gol! Dubli imzası Elmir. 3-1 olur hesap. Ramil Galkiper'in fikrini yayındırmağa başardı. Bir şey yansıyor. Xellov. Artıq fərq açılır bir qədər. 2 top fərq olur. Geri dönüş etmələri bəsləyirmiş ki artıq 2 top fərq yaratdılar. Zofir gol! 4-1. 1 dəqiqə 2 gol gəlir. Samir Məhəmməd əslində yaxşı başlamışdı. Murad Musayev komandası təzyiqlə başlamışlar. Bu təzyiqlərin nəticəsində 1-0 hesabı ilə artıq Elvir
Raul, Davon ötürməsi yaxşı alındı. Şah, sağ sağa, Samir. Samirdən də Məhəmməd istiqamətində. Cümə qarşılandı, Əkçün. Cafir. Ötürməsi isə Veytanlı tərk edir. Elbet Rasim geldi. Rasim geldi. Yetin geldi. Çəkişli bir yerdə, boş şeydir. Var, yanında var. Rasim geldi. Vladimir uzaqlaşdırmağa çalışırdı və son toxunu Şramildədir. Samir. Qasim. Raul qarşılayır ötürməni. Raul. Sağ oynadı. Abi sərfə və qapısı yerində. Bravo. Raul indirir zərbəni Kalçıper. Diqqətlidir Məhəmməd. Gəlişinə zərbə. Qüvvətli olsa belə xeyli maraqlaşırsa yaxın. Məhəmməd. Meşəsi doğru. Vladimir. Blok koyurlar. Sağ ötürməyə Şah. Geriyə çəkilir Şah. Qalçıper ilə oynuyor. Rasim. Məhəmməd. Qarşılanda ötürmə out. Düzəldirilmiş zərbə qeyri deyil. Elbir sağsına ötürmə etdi. Yedə Elbir. Elbirin zərbəsi və out. Aşınların eyin olmalı zəlimizə. Rəqibindən toxunuşdan sonra direğe tuş gəlir, sonra verir. Bəli, qərar doğrudur. Elbir. Ara ötürməsi gəldi. Uzaqlaşdırır topu. Zərbə meydansası yaxınlığından. Vladimir. Rasim. Ötürməyə blok qoyuldu. Raul köstü bir rəqibini. İkinci rəqibini kesişməyə çalışdı. Əslində arada sağlığında ama özündən çox irəliyə atmışdı.
Elmir. Eyni tek zərbə Elmirdən. Şat. Elmir. Şami. Suyla, soldan solca Elmir. Elmir çəkdi sağ ayağına zərbə mövqeyyatlarında imkan vermədilər ona. Dalğın ötürməsi ona. Üstəmin zərbəsinə də blok qoyulur. Out. Üstəmin ötürməsi keçmədi. Məhəmməd Sarsa. Təhvil epizod yarandı. Sami zərbəni sonuna vermədi ona. Raul Reydi çox yaxşı onlar. Şamil. Şamildən də zərbə qeyirdə idi. Raul. Ötürməsi Həsən. İndirdi zərbəni. Rekaşet var idi zərbə zamanı. Məhəmməd dəf edir bu zərbəni. Nüfis Məhəmməd oldu. Eksüzün Şəhmurat Musayev komandasından yaxın küncə zərbə dəf oldu. Покажи Барселонa'da. Həsən, Əksü məmləsi daha öncədən qarşılayır. Samir. Ünvansız ötürmə meydanı tərk edir. Şah. Təzyiq var Şahan. Geriyə çəkilir Samir. Mahir. Və out. Epizod yaranır. Raul top qapıdan yan kəsdi. Ayıp diyemeyin bunu. Üstəm. Üstəmin zərbəsi yapısı yerine. Ne var orada? Futbol oynuyor. Mahir. Sümzana yaxşı dəyişdilər. Rasif. Samir. Bir də Rasim. Niye üstüme çağırıyorsun? Onun için. Raul. Raul çəkdi sol ayaqla. Hüvətsiz zərbə. Top qapıdan yan keçir.
Ramin topladı. Sağ. Raul qəbul etdi. Həsən. Həsənin zərbəsi. Son soxucu Elşaddan da. Güzel zərbə. Aslında sahasına Elşad. Pauza elədi. Baxın sağa sola ötürmək üçün boşluq axtarırdı. Rasim çəkdi sol ayaqla. Zərbə qüvvətli, amma qeyri-dəqiq. Məhəmməd. Şadın sərbəsi çərçivədən aralı keçir. Tez! Apar içeri. Solsun etmək. Həsən. Aldır üstə. Elmir endirilmiş zərbə təf olunur. Daha öncədən Xeytiyə blok qoyulan zərbəyə. Elmir. Tümə Məhməd. Üstəm. Əşə istiqamətində Ramin. Ramin riklaşət var idi zərbədə. Üstəmin zərbəsinə də blok qoyulur. Həsən onlar indi başlardan hücum əmləsi Ramin çəkdi sağ ayaqla qüvvətli zərbələ malik oyuncudur, zərbə mövqeyi axtarır. Onlardan indirdi zərbəni, gecikdi artıq. Rasim davam ötürməsi Elşad. Zərbə isə qaplan yan keçir. Raul. Gözəl hərəkətlər Raul'dan. Davamlaşdırmaya Rüstəmin zərbəsi qaplan yan keçdi. Elmirdən çəqalar sürməyə Rüstəm istiqamətində. Raul. Geriyə doğru Elmir. Yeniden Raul topla. Ara ötürməsi.
Aslan da Məhəmməd tərəfindən. Raul sərb endirir və blokladılar onun sərbəstini. Out. Sən double götürməsi. Üstə. Şan vermədilər rahat şəkildə ötürmə etməsinə onun. Şeyə doğru Raul, Ramil oynuyor. Və beləliklə hakimlər final səsləndirilir. Açılış maçında ilk 3 xalın sahibi Bakılılar olur. Bakılı komandası olur. Şəhid Murad Musayev komandasına da təşəkkürümüzü bildirir. Gözəl oyunu marş elətdirdilər. Lakin bu maçda bir qalib olur. İlk 3 xalın sahibi Bakılılar da təbrik edirik. Biz də reportajımızı sona çatdırırıq. Oyun boyunca sinəmə edim şəxsiniz Heydər Hüseynli. Növbəti maçlarda görüşmək ümidilə. Sağ olun, salamat qalın.